Milli qəhrəmanı Ərəstun Mahmudovun anası Sufayə ananın hüzn mərasimi keçirilib. Şəhidin anası Sufayə Mahmudova İsmayıllı rayonunun Pirəbilqasım kəndində 90 yaşında dünyasını dəyişib. O uzun müddətdir səhhətindəki problemlərdən əziyyət çəkirmiş. Qeyd edək ki, Ərəstun Mahmudov 1957-ci ildə anadan olub. Leningrad vilayətində mülki aviasiya məktəbini bitirib. O 1-ci Qarabağ müharibəsində helikopterin bort mexaniki kimi iştirak edib. Onun cəbhəyə son uçuşu 1992-ci ilin yanvarın 28-də olub. Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən Mi-8 helikopteri erməni quldurları tərəfindən raketlə vurulub. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak olub. Milli qəhrəmanın oğlu, bort operatoru olan Elnur Mahmudov da atasının taleyini yaşayıb. Belə ki, 30 yaşlı Elnur Mahmudov 2011-ci ilin iyulun 6-sında Azərbaycan yük təyyarəsinin Əfqanistanda qəzaya uğraması nəticəsində həlak olub. O, Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.